Avtomobil dizel yoxsa benzin? Hansı? Mən öz fikrim benzini seçərdim. Ancaq yaşadığın yerdən də çox şey asılıdır. Əgər mən şəhərdə yaşayıramsa, benzin sürərdim. Yox, rayonda və yaxud şəhərdən biraz kənarda yaşayıramsa, mən dizeli seçərdim. Əlbəttə, burada yaşadığımız yer çox önəmlidir. Amma şəhərdə görünə qədər dizel sürənlər var. Hələ dörd-gözlərdən danış. Amma bir məsələ var da, dörd-göz sürənlərlə indiki bu dizel, yeni texnologiya dizeldə bu DPF olan, YGR olanlarla arasında fərq var. Uzağı dörd-gözü sürməzsən 3 gün, gələrsən, sürərsən, bir balaca turbo yatar, sıxarsan, yenə də özünə gələr. Amma indikilər elə deyil. Bax, sənə bir şey deyim də, köhnə nəsil Mercedeslər, deyək ki, dörd-gözlərlə indi yeni nəsil çıxan DPF üzərində olan yeni nəsil dizellər eyni deyil. Təbii. Onlarda problem yaranmırdı. Amma görürsən, indi gətiriblər Santa Fe, Sorento, nə bilim, digər dizel avtomobillər, yeni nəsil, hamısı DPF ilə quraşdırılıb. O şəhərdə problem yaradır. Və bunu bir də buradan bizi izləyən dizel sürənlər də özləri mənə dəstək olarlar ki, çoxsunun DPF-i tutuldu, problem yarandı. Nə qədər xərcə düşdülər. Çoxsu DPF-i məcbur olub. Xərci çoxdur da. Xərci çoxdur. Şəhərdə dizel sürmək, dizel maşın deyil. Şəhər maşını deyil. Onu qovmaq lazımdır. Bəli, onu şəhər kənarı sürmək lazımdır. Onu şəhərdə harda qovacaq? Bax, Koreyadan gələn maşınlar görsən, dizel maşınla sarayın. Hamısının probegi 200 min, 210 min. Baxırsan, 3 ilin maşınıdır, 250 min sürülüb. Demək ki, bunu şəhərdə sürməyiblər də, şəhər kənarı sürüblər. Əgər mən şəhər kənarı rayonda, şəhər kənarı yaşasaydım, əlbəttə o maşını alardım. Bəs qənaət də yoxdur. Qardaş, qənaət də yoxdur. Artıq 1 manatdır. 12 yarım, 13 yeyirsə, ged elə benzin al. Mən şəhərin maşını... Ya bundan sonra sən heç vaxt daha dizel almasın. Şəhərdə yaşayıramsa, mən Bakıda yox. Dizel sürmərəm. Amma mən şəhərin maşınını ya hibrid fikirləşərəm, ya da ki, benzin. Belə baxanda sən qıraqda da yaşasan, rayonda da. Onun elə qənaətli daha yaxşısı elə hibriddir də, belə baxan. Hibrid, plug-in hibrid, bax, indi 4 litr benzin yeyir. Mən belə deyirəm ki, son 5 ildən sonra, yəni gələcəyə, artıq dizellər tamamilə şəhərdən sıradan çıxacaq. Gələcək göstərir ki, artıq benzin və hibrid və elektromobillər üstünlük təşkil eləyəcək. 5 il ərzində, gələcək 5 ildə də zamanla, 5 il yox, 10 il ərzində də artıq benzinlərdə yavaş-yavaş sıradan çıxacaq. Qalacaq ancaq hibrid, plug-in hibrid və elektromobillər. Yəni qarışıq rejim. Yəni, bəli. Yəni, burada, yəni benzin ən azından yenə istifadə olunacaq da. Amma indi görürsünüz, yavaş-yavaş artıq belə deyək ki, elektrik maşın sürərsən? Elektrik maşın indi yox. Şəhərçi də sürməzsən? Yox, elektrik maşın indi yox. 5 ildən sonra fikirləşərəm. Nəyə inanmırsan? Nədən qorxursan? Vallahi özünü doğrultmadı. Bəs ən çox da soyuq havalarda elektrik sürənlər indi burada bizi izləyirsə yazsınlar, şərh yazsınlar. Elektrik sürənlər özləri gördü də, soyuq havalarda məsələn 200 kilometr göstərişsə sürüləcək, düşür 100-ə. O heç, o normal. Yəni hal-hazırda elektromobil özünü doğrultmadı. Mən bir şey deyim ki, bax elə sənin söz və qüvvət Zikr bilirsən də, bütün maşınları elektrikdir. Elektriklə gəlmişdi bazara. Artıq onlar da plug-in hibridə keçmək istəyirlər. Keçmək istəyirlər, keçiblər artıq. Niyə? Elektromobili davam elətdirərdilər, təkmilləşdirərdilər. Artıq görsən ki... Elektromobili mən deyərdim ki, 5 ildən sonra fikirləşmək olar. Amma şəhərçi məncə pis olmaz da. Mən şəhərçi... Bateriyası ucuz olsa, mən tərəfdarı deyiləm ha. Konkret demirəm ki, gedin elektrik mobilə. Yox, bizim belə mən də sənə hərənin öz fikri var, bizi dinləyənlərin də hərənin öz fikri var, hərə öz fikrini bildirə bilər. Mənim şəxsi fikrim, mən indi hal-hazırda görsəz, mən özümə maşın aldım. Nə aldım? Turbo, benzin. 1.6. 1.6. Plug-in hibridi də var idi. Alardım da. Alardım, amma almadım. Çünki daima onu zaretkaya qoy, nə bilim, o saat bizdə, Bakı şəhərində o əziyyət. Mən onu... Əziyyətdir deyəndə, bu stansiyalara görə, tok keçirtməyə falan. Binada yaşayan üçün vəbşə... Bəli, binada yaşayan üçün. Gələ həyat evin ola, orada o şəraiti qurasan. Məndə də o şərait yoxdur. Ona görə mən sadə 1.6 turbo benzin aldım. Bu günə mən 5 ildən sonra bəlkə fikirləşərəm. 5 ildən sonra. Vəziyyət, şərait dəyişər. Bəli, şərait dəyişər. Amma son 5 il göstərir ki, gələcəyə və gələcək 10 ildə ümumiyyətlə dizel olmayacaq. Ancaq ağır texnikalarda zadda ola bilər ki, rayon yerlərində dizel sürür. Amma dörd-göz sürənlər hələ də sürəcək onu. Dirəşəcəklər. Yox, 4 göz... Nə qədər o dizel satacaqsa, yazaq doldura mərkəzləri onlar da o qədər sürəcək. Artıq 4 gözlər də azalıb. Artıq hamısı yavaş-yavaş utilizasiyaya gedir, sıradan çıxır, maşınlar köhnəliyir. Bilirsən, zaman öz sözünü deyir əziz qardaş.